Salam əziz şagirdlər, bugün 7-ci sinif BSG 2-nin izahını verəcəm. Başlayırıq birinci sualla. Birinci sualda bizə deyir ki, cəmi 60 olan 2 ədədin fərqi 24 olarsa, 2 ədədi də bilmirəm, birinə x, birinə də y deyirəm. Cəmi 60-dır, fərqi isə 24-dür. X-lər toplayıram 2x, y-lər islah gedir. Bərabərdir 84-də. X də bərabərdir 42-yə. Y-i tapmaq üçün x üstəgəl y bərabərdir 60 tənliyində x-in yerinə 42 qoyuram. 42 üstəgəl y bərabərdir 60-a. Y də bərabərdir 60 çıxılsın 42. Y edəcək 18. Ədədlərdən kiçiyini istəyir. Ədədlərimiz deməli 42 ilə 18-dir. Kiçik olan 18 oldu. Sual 2. İkinci sualda deyir ki, diaqrama əsasən BA fərqini tapın. BA fərqində, BA fərqi baxın bu hissədir. Bizdən sayda olacaq 2 dənə. 3-ə keçirik. Sistem tənliyi verilib bizə. X üstəgəl 2y bərabərdir 8-ə. 2x çıxılsın 3y bərabərdir 2-yə. Burada y-lərin əmsallarına baxıram. 2 və 3-dür. Deməli, 2 və 3-ü bərabərləşdirməyə çalışacağım. Onda mən buranı vuraram 3-ə, buranı da vuraram 2-yə. Olacaq 3x üstəgəl 6y bərabərdir 24. 4x çıxılsın 6y bərabərdir 4. Hər bir həddi 2-yə vurdum aşağıda. Toplama üsulu ilə bunlar islah olur. 7x bərabərdir 28-ə, x də bərabərdir 4-ə. İndi x üstəgəl 2y bərabərdir 8 tənliyində x-in qiymətini qoyuram yerinə. 4 üstəgəl 2y bərabərdir 8-ə. 2y bərabərdir 8 çıxılsın 4-ə. 2y bərabərdir 4 alıram. Y də bərabərdir 2-yə. Y tapmamızı istəyirdi. Cavab B. Sual 4. A, B birləşməsini istəyir. Həm də sayını istəyir. Əvvəlcə gəlin A, B birləşməsini yazaq. A-da olan elementlər 1, 3, 5, 7, 9. Burada 2-ni götürürəm. 3-ü artıq yazmışam, 5-i artıq yazmışam və 6 ilə 8-i götürürəm. 1, 1, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə element oldu. Cavab C variantı. Sual 5. ABC üçbucağında ABC üçbucağı çəkirəm. A, B, C. BD mediandır. BD mediandır. AY də mediandır. Onda BD buranı x, x, AY də buranı y, y bölür. Çünki median düşdüyü tərəfi yarı bölür. A'dan D'yə x-dir. B'dən də Y-yə y-dir. X ilə y-in cəmini bizə verib 24. AC A'dan C-yə 2x-dir. B'dən də C-yə 2y-dir. 2x ilə 2y-in cəmini istəyir. 2-ni çıxaram mötərizə xaricinə. 2 vurulsun 24. Edəcək 48. Cavab C variantı. 6-cı sual. Bərabər yanlı üçbucağın, bərabər yanlı üçbucaq çəkirəm. Oturacağımdakı deyir, xarici bucaq 150-dir. Onda burada da 150-dir. Daxili bucaqlar olacaq 30. Çünki 180-dən çıxıram 150-ni, 150-nin qonşusunu 30 tapıram. Daxili bu təpədəki bucağı istəyir. Daxili bucaqların cəmi 180 dərəcədir. 30 ilə 30 toplayıram 60 və 180-dən çıxıram 60-ı. Təpə eləyir 120. Cavab C variantı. Yeddi. 4,8 ədədini təkliklərə qədər yuvarlaqlaşdırın. 4,8-i təkliklərə qədər yuvarlaqlaşdırın. 4-ün yanındakı 8-dir, yəni 5-dən böyükdür. Ona görə 4 bir vahid böyür, olur 5. Yəni 5-ə bərabərdir. Mütləq xətanı tapın. Mütləq xətanı tapmaq üçün 5-dən çıxacam 4,8-i, edəcək 0,2 D variantı. Sual 8. 8-ci sualı düsturunu yazıram. A ilə B-nin birləşməsi bərabərdir. NA üstəgəl NB çıxılsın N A ilə B-nin kəsişməsi. A ilə B-nin birləşməsi 12-dir. 12 bərabərdir 8 üstəgəl 10 çıxılsın X. 12 bərabərdir 18 çıxılsın X. X də bərabərdir 6-ya. 9. Düsturumuz belədir.
A kvadratı üstəgəl B kvadratı A çıx B'nin kvadratı üstəgəl 2AB'yə bərabərdir. A'nın kvadratı üstəgəl B'nin kvadratı bərabərdir. A çıx B 4'dür. 4'ün kvadratı üstəgəl 2 vurulsun 4. 16 üstəgəl 8 doğru cavab 24. Sual 10. Y bərabərdir kx üstəgəl B. Xətti funksiya. A 0,6 deməli x bərabərdir 0 olanda y bərabərdir 6 olubdur. Funksiyada qoyaq yerinə. 6 bərabərdir k vurulsun 0 üstəgəl B. Buradan tapırıq ki 6 bərabərdir B-yə. B tapıldı. Bir dəfə də mənfi 2 0 nöqtəsi verib. X mənfi 2 olanda y olub 0. 0 bərabərdir k vurulsun mənfi 2 üstəgəl B-nin də qiyməti 6'dır. 0 bərabərdir mənfi 2k üstəgəl 6. Mənfi 2k'nı bura keçirsək 2k bərabərdir 6'ya, k da bərabərdir 3'ə. 11-ci sualda deyir həlli yoxdur. Həlli yoxdurun qaydası belədir. A1 bölünsün A2, B1 bölünsün B2, fərqlidir C1 bölünsün C2'dən. İndi biz bunu burada tətbiq edirik. A x-lərin əmsalıdır. 1 bölünsün k, B y-lərin əmsalıdır. K bölünsün 4, C-də sərbəstdir. Çarpaz vursaq, k kvadratı bərabərdir 4'ə, k-nı da tapırıq mənfi müsbət 2. İndi görək hansında həlli yoxdur. K müsbət 2 olarsa 1 bölünsün 2, 2 bölünsün 4 və 2'də 1 yazıram. Bu ixtisara gedəndə 2'də 1 oldu. Bu yanlışdır çünki 3'ü də bir-birinə bərabər oldu. K'ya mənfi 2 versəm 1 bölünsün mənfi 2, mənfi 2 bölünsün 4 doğrudur. Deməli K'nın mənfi 2 qiymətində. Sual 12. Kəmiyyətin təqribi qiyməti 50. Mütləq xəta 0,4 olarsa nisbi xəta neçə faiz olar? Nisbi xətanı faizlə ifadə etmək üçün mütləq xətanı 0,4'ü bölürük. Təqribi qiymətə vururuq 100%. Doğru cavab 0,8%. Sual 13. Aşağıdakılardan hansı bərabər yanlı üçbucağın oturacağına bitişik bucağı ola bilər? Üçbucağın bilirik ki, daxili bucaqların cəmi 180 dərəcədir. Yəni bunların cəmi 180-dən kiçik olmalıdır. Ümumiyyətlə belə düşünək ki, bunlar ümumiyyətlə kör bucaq ola bilməz hər ikisi də. Bərabər yanlı üçbucaqdır. 2x kiçikdir 180, x da kiçikdir 90. Hər tərəfi 2'yə böldüm. Yəni x 90'dan kiçik olmalıdır. Qısacası 85. Baxın, məsəl üçün deyirəm 105'i tutaq ki, qoydum. 105 ilə 105 toplayanda 210 eləyir. Bu 180'i keçir. 180'i keçməməlidir. Keçirik 14-cü suala. Deyir ki, x bərabərdir 2, y bərabərdir 7 nöqtəsindən keçən bu funksiya paralel. Paraleldirsə, k'lar bərabər olmalıdır. Onda burada k bərabərdir 3'ə, k olmalıdır 3. Gəlin funksiyanı tapaq. Y bərabərdir kx üstəgəl b tənliyinə əsasən 7 bərabərdir 2 vur 3 üstəgəl b. 7 bərabərdir 6 üstəgəl b. 7'dən də 6'nı çıxıram, b-ni də tapıram 1. Demək b1, k3 olmalıdır. B-nin yerinə 1 gələcək, k-nın da yerinə 3 gələcək. Y bərabərdir 3x üstəgəl 1. Cavab C. 15. 15-ci sualda deyir ki, Eşad həri qoyulan məbləğin 20% qədər artım verən banca 3000 manat pul qoydu. 2 ildən sonra neçə manat olacaq? Bu sadə faiz artım düsturudur. Düsturumuz budur. S-in bərabərdir S0 vurulsun 1 üstəgəl R vurulsun N bölünsün 100. İndi burada tətbiq edirik. Deməli, S-in sonuncu məbləğ bərabərdir. İlkin məbləğ 3000 vurulsun 1 üstəgəl 2 vur 20 bölünsün 100. 20'yi ixtisar etsəm 5. 3000 vurulsun 1 üstəgəl 5'də 2. 1 ilə də 5'də 2'ni toplasaq 5'də 5 üstəgəl 5'də 2 eləyəcək 5'də 7. 600 o da eləyir 4200. Cevap B variantı. 16. 16-cı sualda bizə verilibdir. 24 dərəcə 49 dəqiqə 25 saniyə 35 dərəcə 4 dəqiqə toplayaq
60 saniye. Daha sonra 53 dəqiqə ve 59 derece. Bakın 60 saniye bize 1 dakika verir. Deməli bunu gələcək 53'ün üstüne olacaq 59 derece 54 dakika ve 1 derecemiz 60 dəqiqədir. Onda 54 dəqiqəni dərəcəyə çevirmək üçün böləcəm 66'ya ixtisar edirəm. 10'da 9, 0,9 eləyir dərəcə. Gəlirəm burada bunun üstünə 59 dərəcə üstə gəl 0,9 dərəcə. İndicə 59,9 dərəcə. Cevap D variantı. 17-ci sualda x'in kubu çıxılsın y'in kubu düsturunu açacağım. X çıxılsın y. X'in kvadratı üstəgəl xy üstəgəl y'in kvadratı. X çıx y 5'ə bərabərdir. 5 vurulsun. X'in kvadratı üstəgəl xy də 5'dir. Üstəgəl y'in kvadratı. X kvadratı üstəgəl y kvadratı bərabərdir. X çıxılsın y'in kvadratı üstəgəl 2xy düsturuna əsasən 5'in kvadratı üstəgəl 2 vur 5. 25 üstəgəl 10 olacaq 35. Demək bu ikisinin yerinə gətirib 35 yazacağım. Olacaq 5 vurulsun 48. 18-ci sualda x'in kvadratı çıxılsın 10x üstəgəl 12 ifadəsinin deyir x'in hansı qiymətində ən kiçik qiymətini alır. Biz burada nə edəcəyik? Baxın bu hissəni götürürük. X'in kvadratı çıxılsın 10x üstəgəl bunu belə düşünürük də. 2 vurulsun x vurulsun 5'dir. Bu demək burada 5'in kvadratı yazsam bu x çıx 5'in mürtərizə kvadratı olur. Yəni burada üstəgəl 25 olsa. Bu 25 də yoxdur axı özümdən əlavə edirəm. Onda bir dənə də 25 çıxıram ki bu təzdən. Burada 0'da böyle bir yoxdur burada. Üstəgəl 12. İndi bu hissə bizə düsturu verdi. Bu düsturu verdi bizə. Onda baxın x çıxılsın 5'in kvadratı. Yerdə nə qaldı? Yerdə bunlar qaldı da. Bunlar oldu o kimi yazacağım. Çıx 25 üstəgəl 12. En kiçik qiymət bura 0 alır. Buranın da 0 alması üçün x bərabərdə olmalıdır 5. Adətən bu sualda çətinlik çəkirsiniz. 19. 19-cu sualda da mürəkkəb faiz artım düsturudur. Düsturu buradan qeyd edirəm. Sn bərabərdir S0 vurulsun 1 üstəgəl R bölünsün 100 üstündə də n. İndi Sn sonuncu məbləği bilmirik. İlkin məbləğ 400'dür. R artım faizidir 20. İndi ildir. İldə verilib 2. İxtisar edirəm. 20'yə burada qalır 5'də 1. 400 vurulsun. 1 üstəgəl 5'də 1. 1 ilə 5'də 1'i toplasaq. 1'in yerinə 5'də 5 yazıram da. 5'də 5 üstəgəl 5'də 1. O da eləyir 5'də 6. 5'də 6'nın da kvadratını tapacağım. 400 vurulsun. 25'də 36. 25'ə ixtisar edirəm. Deməli, bunu 4 vurulsun 100 düşünsə 25'ə ixtisar edəndə burada 4 vur 4 16. 16 vurulsun 36 olacaq. Sual 20'də deyir ki, üst bucağın xarici bucaqları varsa, xarici bucaqların cəmi 360'dır. Onda birincidə x bərabərdir 5k, y 6k, z də 7k'dır. Toplayanda 5k üstəgəl 6k üstəgəl 7k bərabərdir 18k'ya. 360'a bərabər edirəmsə k bərabərdir 360 bölünsün 18, k'nı tapıram 20. 5 vurulsun 20, doğru cavab 100. Bura gəldi A variantı. İkincisinə baxırıq. X bərabərdir 7k, y bərabərdir 8k, z də bərabərdir 9k. Deməli 7k üstəgəl 8k üstəgəl 9k bərabərdir 360'a. Buradan tapırıq ki 24k 360 olarsa k ilə də 15, 7 vurulsun 15, bu da edəcək 105. Burada gəldi B variantı. X bərabərdir 9k, y bərabərdir 10k, z də bərabərdir 11k. Toplayaq 9k üstəgəl 10k üstəgəl 11k bərabərdir 360'a. Bunlar toplayanda 30k eləyir. 30k 360'dırsa k da bərabərdir 12.
9 vurulsun 12. Doğru cevap 108. Yəni C variantı. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.